Uşaqlar, qısa, konkret, belə lakonik bir dənə mövzudayıq. Sürətli izah eləyib keçəcəm, sonra sadəcə praktik eləmək lazım olacaq. Bax, bu dərsləri ilə bölmüşük ki, bəzi yerlərdə özünüz də gördüyünüz kimi çox yük düşmür özünüzə, çox belə beyninizi yoracaq şeylər olmur. Sadəcə sözləri və cümlələri praktik eləməyiniz lazım olur. Bu dərsin adından da gördüyünüz kimi for, since, bir də fromdur. Bunlar nədirlər, nə fərqləri var? Niyə görə belə bir mövzu var ümumiyyətlə ingilis dilində? Buraya yazıram for, since, bir də from. For'un üçün mənası var. Bunu bilirsiniz. Məsələn, I bought this chocolate for you. Bu şokolatı sənin üçün almışam. Aldım. Bir də for'un bir hansı mənası var. Məsələn, deyirik ki, 5 ildir ki, Anverson'da çalışıram. I work at Anverson for 5 years. İndi bax, sizin ağzınıza gələn variant budur da. I work at Anverson for 5 years. Biz for'u əslində 5 years-dan istifadə eləyəndə 5 ildir ki, Anverson'da işləyirəm. Bu artıq xatırlayarsınız ki, indiki bitmiş davam edici zaman olacaq. I have been working for Anverson. Bir də fikir verdinizsə for Anverson dedim. Çünki onlar Anverson'da işləyirəm demirlər. Anverson üçün işləyirəm deyirlər. Hansısa şirkəti deyəndə demirlər ki, I work at Capital Bank. Onlar I work for Capital Bank. Yəni Capital Bank üçün işləyirəm. I work for Capital Bank for 5 years. 5 ildir ki, Capital Bankda işləyirəm. Bax, bu for'u, yəni həmin o zamanı, bundan sonraki mövzuda da yenə for var, eyni mənadadır. Orada əslində bir tık daha yaxşı başa düşəcəksiniz. Bax, onun üçün istifadə edirik ki, o müddəti bildirsin. Məsələn, I have been running for 2 hours. 2 saatdır ki, qaçıram. I have been running for 2 hours. Bunu indiki bitmiş davam edici zamanda istifadə edirik. Sizin ağlınızda bu belə gəlmiş ola bilər. I run for 2 hours. Bunu desəz başa düşüləcək, normal bəlkə də qəbul olunacaq. Amma bilinəcək ki, bu adam məsələn ingilis dilini o qədər də yaxşı bilmir. Ona görə bunu indiki bitmiş zamanda demək lazımdır. Since nədir? Nə vaxtdansa bəri. Məsələn, deyirsiniz ki, I have been running since 2018. 2018-dən bəri qaçıram. Yəni dayanmamışam, elə bir mümkünsüz bir şeydir əslində. I have been working for Anverson since, for example, 2010. 2010-dan bəridir Anverson'da işləyirəm. Bax, since dedim orada. I have been working for Anverson since 2010. 2010-dan bəridir Anverson'da işləyirəm. Bura niyə from əlavə olunub? Bu fromdan since'in fərqi var. Siz from 2010 deyə bilmərsiniz, 2010-dan demək istəyirsinizsə. From hardansa çıxışlıqdır sadəcə. Məsələn, deyə bilərsiniz ki, I'm coming from school. Məsələn, məktəbdən gəlirəm. Ya da I am learning it from you. Bunu səndən öyrənirəm hal-hazırda. Okay? Amma since odur ki, hansısa zamandan bəri, həmin tarixdən bəri. Bax, bu since'i də istifadə eləyəndə, bunu bəzi adamlar qarışdırıb science kimi oxuyurlar, elə deyil qəti şəkildə. Since'dir və since'i istifadə eləyəndə yenə present perfect continuous, indiki bitmiş davam edici zaman istifadə edəcəksiniz. Bayaq dediyimiz kimi, I have been learning English since 2025. 2005-dən bəridir ingilis dili öyrənirəm və biz hal-hazırda 2030-dayıq. Okay. Belə. Çox rahat, bəsit və asan mövzudur. Cümlələri praktik elədikcə daha yaxşı şəkildə mənimsəmiş olacaqsınız. Özünüzə yaxşı baxın. Görüşərik.